hocam, hoş bulduk. Nasılsınız? Teşekkürler. Sağ olun Reşat Bey. Ayşe kızım, ilk olarak konuşma benim konuşmamdı. İcazenle ben bir dinleyeyim, Tamam. sonra Siz Ayşe biraz... hocamız olar. Tamam, Hamit hocam, buyurun. nasılsınız? Siz yoktunuz, onun için iyiyim, sağ olun. Tamam, siz başlayabilirsiniz. Sizleri gördük, daha iyi oldu. Sağ olun, ben de. Arzulayıram. Hamit Tamam. hocam, icazenizle benim bir sunumum var. Tamam, hemen için başlıyorum. sizin icazə vermeniz lazım. Hocam bir saniye. Hemen izin veriyorum. Evet, buyurun. Siz sunumunuzu paylaşabilirsiniz. Merhaba Ahmet Hoca. Ahmet abi. Değerli hocalarım merhaba. Nasılsınız? Merhabalar. Sizleri görmek çok güzel. Sağ olun, evet. Merhaba, Evet. merhaba. Merhabalar hocam. Nadir hocam. Evet, Nadir hocam. Hı-hı. Hamit hocam, ekrana düştü mü benim paylaşımım? Düştü. Çok güzel. Evet, buyurun. Əziz Buyurun. konferans iştirakçıları, əziz müəllimlərimiz, əziz müəllimlərim, əziz tələbələrimiz, öncəliklə hər birinizi salamlayır və sizləri görməkdən böyük şərəf. İnşallah mən inanıram ki, ən qısa müddətdə biz yenə də üz-üzə görüşəcəyik. Nəzərinizə çatdırıram ki, mənim tədqiqat mövzum universitet kitabxanaları ilə bağlıdır. Təqdim elədiyim məruzə universitet kitabxanalarının yeni tədqiqat imkanları. Mövzu Azərbaycan Respublikası ilə bağlı olduğundan bu mövzunu, bu məruzəni Respublikamızın universitet kitabxanalarının tədqiqat əlaqələndirmişəm. İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, kitabxanaçılıq sahəsində Azərbaycan Respublikasında kitabxanaçılıq təhsilinin inkişafı ilə bağlı hələ mən 2015 namizədlik dissertasiyası, yəni fəlsəfə doktorluğu tezimi müdafiə edərkən monoqrafiyamda 2013-cü il 24 oktyabr sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının 5 bəndi göstərmişdir. Bu bəndləri bir qısaca bir açılışını vermək istəyirəm. Kitabxanalarına bu təhsilin nə kimi təsir göstərdiyini sizinlə bölüşmək istəyirəm. İstəyirəm ki, dövlət proqramında təqdim olunan 5 əsas paradigmal istiqamət birinci səriştəyə əsaslanan şəxsiyyət yönlü təhsil məzmununun yaratılır. İkinci, innovativ təlim metodlarını tətbiq edən, təhsilin səmərəli mənimsənilməsini təmin edən insan resurslarının müasirləşməsi. Üçüncü, nəticələrə cavabdeh olan şəffaf və səmərəli idarəetmə mexanizmlərini yaratılır. Dördüncü, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaratılır. Və nəhayət 5-ci, Respublikamızda dünya standartlarına uyğun dayanıqlı modelini qurmaq. Bu əsas 5 istiqamət bütün təhsil sferasını kimi kitabxanaçılıq təhsilində əhatə etməli. Çünki universitet kitabxanalarının tədqiqat danışarkən bu sahədə tədqiqat aparan, bu sahəni öyrənən və daha doğru meyilləndirən kitabxanaçı kadrlardan da söhbət getməlidir. Və müasir universitet kitabxanaları hansı modeldə işləməlidir? Müasir universitet modeli necə olmalıdır? Hansı tələblərə cavab verməlidir? Kitabxanalarının modelləşdirilməsindən danışarkən bir məsələyə önəm vermək lazımdır ki, bu sahədə çox konsepsiya mövcuddur. Burada qərb konsepsiyası, keçmiş SSR məkanında yaşadığımızdan Rusiya konsepsiyası, Avropa, ABŞ konsepsiyasını da göstərmək olar. Lakin mən bir konsepsiyanı dayanmaq istəyirəm ki, dünya təcrübəsində bu böyük əhəmiyyət kəsb edir. Britaniya gələcəyin akademik kitabxanalarının xəritəsi deyiləm, bir konsepsiya hazırlanır. 2018-ci ildə hazırlanan bu konsepsiyada universitet necə olmalıdır, onun tədqiqat imkanları, onun axtarış imkanları necə olmalıdır, onun haqqında bəzi qısa məlumatlarımı sizlərlə bölüşmək istəyirəm. İlk olaraq birinci paradigmada informasiya mərkəzi gəlir. Universitet kitabxanaları yalnız sənədlərin, burada kitab, jurnallar, hansı bir sənəd saxlanıcı kimi deyil, həm də tələbə və tədqiqatçılar üçün informasiya resurslarının
elmi verilənlər bazasının və rəqəmsal mənbələrinin bir sənəd saxlantısı kimi təqdim edilməlidir. Biz bilirik ki, kör təbii yığılmış sənəd qalağı fondu formalaşdırmır. Orada bir məqsəd yönlülük olmalıdır. Orada bir dinamizm olmalıdır. Rahat əl çatarlıq yeterli olmalıdır. İş paradigmamız informasiya mərkəzi bunu özündə etifa edir. Məsirdir, müasir dövr, rəqəmsal informasiya dövrüdür. Rəqəmsal informasiyada əl yetərlik və əl çatarlıq çatmaq üçün ilk öncə onun alt sürətini, yəni rəqəmsal infrastrukturu yaratmaq lazımdır. Rəqəmsal infrastrukturu vermək bu nə deməkdir? Burada kitabxanalar tədqiqatçılar texnologiyalardan istifadə etməklə elmi məqalələrə, elektron kitabxanalara, məlumat bazalarına çıxış yaratmalıdır. Həmçinin tədqiqat prosesini sürətləndirib araşdırmaya kömək etməlidir. İkinci paradigmamız bunu özündə etifa edir. Sonra üçüncü paradigmaya baxsaq görürük ki, informasiyanın yayılması. Rəqəmsal dövrdə informasiyanın yayılması qısa müddətdədir. Yəni ən sadə dildə desək, bir kitabı yazıb onu kitabxanaya təqdim edir və oxucu onu oxumaqdansa qısa müddətdə elektron versiyasını yaradıb hamı üçün əlçatar və əlyetər edə bilər. Lakin bu zaman informasiyanın yayılması zamanı təsnifat və sistemlilik önə çəkilir. Hansı informasiya önəm nə qədərdir? Tələb təklif münasibətləri aldır. Bizim təklif elədiyimiz informasiya nədir? Cəmiyyətin tələbatı nədir? İnformasiyanın yayılmasına, onun elmi məlumatlarının formalaşmasına, olunmasına, məlumatların geniş ictimaiyyətə çatdırılmasına böyük kömək. Növbəti paradigmamız tədqiqat bacarıqlarının inkişafıdır. Bir əməkdaşları tədqiqatçılara, tələbələrə, məlumat axtarışı, elmi əməli istifadə edən hər bir kəsə istinad sistemlərini tətbiq etməlidir. İstinad olunmalıdır. Necə əldə edilməlidir bu informasiya? Burada məlumatların olunması üzrə vaxtaşırı təlimlərin, treyninqlərin keçirilməsi də məqsədə uyğundur və vacibdir. Belə ki, universitet kitabxanası həm də elmi metodik mərkəz tədqiqat bacarmalıdır. Və nəzərinizə çatdırdığım bu dördüncü vəziyyət də növbəti məlumatların idarə müasir universitet kitabxanaları məlumatlarının uzun müddətli saxlanılması və idarə olunması sahəsində fəaliyyət göstərir. Məlumatların təhlükəsizliyini təmin edir və təkrar istifadə imkanlarını artırır. İnformasiyanın bölünməsində, tələbatçılara çatdırılmasında idarə etmə, yəni menecerlik mexanizmi mütləq şəkildə işlənməlidir. Müasir dövr informasiyanı yaratmaqla yanaşı onu düzgün idarə etmək lazımdır. Çünki resurslarla düzgün idarə etmədikcə o bizə nə qədər yaxındırsa bir o qədər də uzaq olur. O bizə informasiyanı çatdıra bilmir. Ona görə də məlumatların düzgün idarə olunması da məqsəd hesab edilmişdir. İnnovasiya və yaradıcılıq mühiti. Bilirik ki, kitabxanacılıq və təhsil prosesində yaradıcılığını stimullaşdırır kimi çıxış etməlidir. Burada multimedia resursları, interaktiv təqdim olunmalıdır. Göründüyü ki, bu paradigmal vəziyyətlərin hər birisi Raşid hocam, hareket etmiyor. PowerPoint. Slide kullanıyorsunuz, sabit durdu. Biraz indirmeniz gerekiyor. Evet. Aşağı biraz. Asıl universitet kitabxanalarının tədqiqat metodları da bu əsas 6 paradigmadan keçməlidir. Mən məruzəmdə bu şəkildə çox geniş söz vermişəm. Söz də deyim. Çünki burada məruzəçilərimiz də çoxdur. Hamının vaxtını almaq. Müasir universitet kitabxanası həm tədqiqat mərkəzi olmalıdır, həm də çıxış etməlidir. Müasir dövrdə universitet kitabxanalarına təkcə sənəd deyil, tədqiqat mərkəzi kimi baxılmalıdır. Bu zaman innovativlik, bu zaman informasiya resurslarına dəstək vermək, onları əldə etmək, paylamaq, hamı və əlyetərli şəraitini yaratmaq ən ümdə vəzifələrdən biridir. Müasir dövrdə bir çox
universitet kitabxanaları modelləri vardır. Əsas mənim tədqiqatımda 50-dən çox ali təhsil müəssisəsinin kitabxanası və Qərbi Avropa müqayisəyə xüsusi önəm vermişəm və mən öz məruzəmdə də bu haqda geniş yazmışam. Çox vaxtım mən dinlədiyiniz üçün də dərin təşəkkürümü bildirirəm. Sağ olun. Ahmet hocama da buradan dərin istəyirəm, sayın kardeşime dərin saygılarımı bildirirəm. Hocam size bir de mukabele çok teşekkür ederiz güzel sunumunuz için. Bartın'dan hürmetler, saygılar, selamlar. Teşekkür ederim hocam. Yani online'da olsa sizi görmek çok güzel. İnşallah en kısa zamanda yüz yüze görüşmek üzere hocam. Zamanda. Hamid hocam sizi de en kısa zamanda yüzde görmek bizim için böyle şeref olardı. Sayın Çok sağ saygılarımı. olun. Raşit Məruzə ilə hocam. bağlı nə sualı sorulursa Reşat. olarsa cavablandırmaya her zaman hazırım. Çok iyi oldu. Sağ olun. Şimdi ikinci konuşmacımız Aysel Hasanova, yapay zekanın kitap tasarımında uygulama olanakları sunacak. Ben şimdi size sunucu yapacağım. Bir saniye. Bir dəqiqə. Hər kəsi salamlayıram, konfransa uğurlar arzulayıram. Əslində mənim sunumum var idi, amma texniki səbəblərə görə mən o sunumu nümayiş etdirə bilmirəm. Və bir də məlumat çatdırım ki, mən universitetdən qoşuluram. Yəni bizdə Mədəniyyət və İncəsənət Universiteti olduğuna görə kənardan musiqi səsi gələ bilər. Buna görə üzrü sayın. Yəni tələbələr dəstədir ona görə. Deməli mövzumuz süni intellektin kitab dizaynına tətbiqi imkanları adlanır. Ələmdar Bayramovla birgə işləmişik tədqiqat mövzumuzu və mövzumuzun mövzuya əsas söz olaraq süni intellekt, kitab dizaynı, rəqəmsal texnologiyalar və onun yaradıcı prosesə təsiri imkanlarını öyrənmişik. Birinci növbədə tədqiqat sırasında texnoloji dəyişiklik və süni intellektin dizayna tətbiqi məsələsini gündəmə gətirmişik və burada göstərmişik ki, süni intellektin kitab dizaynına təsiri, deməli, kitabın formalaşması prosesinə təsiri müxtəlif formada özünü göstərir. Birinci növbədə kitabın üz qabığı, ikinci növbədə onun səhifələrinin sıralanması, üçüncü növbədə isə kitabın deməli, yaradıcı prosesə süni intellekt təsir göstərir və biz tədqiqat zamanı müəlliflik hüququnu pozmamaq üçün, çünki hamımız bilirik ki, kitabın üz qabığı da nəşriyyat, dizaynerin müəlliflik hüququna daxildir və biz müəlliflik hüququnu pozmamaq üçün Ələmdar müəllimin müəllifi olduğu Altın adlı, yəni Qızıl adlı əsərini tədqiqata cəlb etmişik və tədqiqatımızda birinci növbədə, yəni məqaləmizdə ilk növbədə 2018-ci ildə nəşr olunan kitabın üz qabığını vermişik, hansı ki bu naşirin öz əl işidir, yəni dizaynerin öz əl işidir və dizaynerdən də icazəmizi almışıq rəsmi şəkildə. Sadəcə təəssüf olsun ki, mən bura mövzuma həmin rəsmi kağızını əlavə etməmişəm. Çünki belə müəlliflik hüququna görə icazəmiz yoxdur onu dəyişdirməyə. Sonra isə artıq süni intellekt alətləri vasitəsilə sorğular yaradaraq süni intellekt alətlərinə yeni dizayn hazırlamağı sorğusunu vermişik və bu birinci növbədə sadəcə olaraq kitabın biblioqrafik təsvirini vermişik. Burada yalnız müəllifin adı, sərlövhəsi və hekayələr toplusu olduğuna dair məlumat verdik və dizayn işin, yəni kitabın üz qabığında süni intellekt kitabın adına uyğun olaraq altın rəngdə, qızıl rəngdə fon verdi. Yalnız müəllifin adını və hekayələr toplusu sözünü götürdü. Sonra isə daha da genişləndirdik və bura əsərin içindən hekayələr adını verməyə başladı. Hansı ki əsərin içində kino adlı hekayə var idi. Yəni əsər özü povesti hekayələrdən ibarətdir. Kino adlı hekayə var idi. Sonra müxtəlif hekayələr vardı. Bunları verməyə çalışdıq və artıq kitabın üz qabığına yeni məlumatlar əlavə olundu. Üçüncü dəfə artıq sorğunu daha genişləndirdik və bütün hekayələrin adını, bütün povestin adını sorğuya daxil etdik. Hansı ki burada aptekçi obrazı var idi. Yəni obrazları bir-bir hamısını daxil etməyə başladı və kitabın üz qabığında yeni simvollar yaranmağa başladı. Məsələn, sümbül simvolu əlavə olundu. Sonra qadın obrazı əlavə olundu. Məsələn, orada aptekçi obrazı var idi ki, hansı ki aptek işarəsində kitabın üz qabığına daxil oldu. Sonra qoca obrazı var idi. Qoca silüeti kitabın üz qabığına əlavə olundu və kitabın üz qabağı yüklənməyə başladı. Və başqa bir məsələ qarşımıza çıxdı ki, süni intellekt hərf səhvləri etməyə başladı. Məsələn, Azərbaycan dilində olan ə hərfidir, sonra i hərfidir, ü hərfidir. Bunları tanımamağa başladı və məlum oldu ki, insan müdaxiləsi ilə bunlar aradan qaldırılmalıdır və verilən sorğular mürəkkəbləşdikcə süni intellekt ciddi səhvlərə yol verməyə başladı
Və sonda aparılan araşdırmamızın nəticəsində belə qərara gəldik, yəni iki müəllif belə qərara gəldi ki, süni intellekt bizim işimizi sürətləndirsə də, səhifələmə prosesində, dizaynda ideya versə də, sonunda yaradıcı prosesdə əsas rol oynaya bilmədi. Və belə məlum oldu ki, yəni yaradıcı prosesdə, yəni kitabın üz qabığının dizaynı verilməsə, mütləq insan əməyindən istifadə olunmalıdır, mütləq insan fikrindən istifadə olunmalıdır. Sadəcə süni zəka həmin insanların, yəni dizaynerin ona verdiyi tapşırıqları yerinə yetirərək müəyyən bir mərhələ əhatə edə bilər, ondan o yana keçə bilməz. Və yekun qərarımız ondan ibarət oldu ki, yəni süni intellektin özü belə insan tərəfindən yaradıldığına görə süni intellekt inkişaf etməsinə baxmayaraq heç vaxt insanı əvəz etməyəcək, heç vaxt insanı ötməyəcək və yalnız insandan asılı vəziyyətdə qalacaq. Bizim sadəcə olaraq bu prosesdə rolumuz nədən ibarətdir? Biz insanlara süni intellektin istifadəsini qadağa qoymaq əvəzinə həmin süni intellektdən istifadə edərək öz prosesimizi inkişaf etdirə və ya iş üçün ayrılan zamanı azaltmaqla yükümüzü azalda bilərik. Başqa yaradıcı prosesdə süni intellektdən istifadə imkanları çox zəifdir. Yəni tədqiqatımız bu qədərdir. Bu nəticəyə gəldik ki, yəni yaradıcı prosesdə süni intellektdən istifadə edə bilmərik. Bu qədər çıxışım. Teşekkürler Aysel Ben Hanım. teşekkür ederim size. Sağ olun. Şimdi Azize Hanım burada mı? Evet. Salam hər kəsə. Bəli, buradayım. Tamam. Ben paylaşır mısınız? Aha, bəli. Slaydınız var mı? Hemen şey yaparım ben. Azize sunucuya, değil mi? Buyurun. Buyurun Azize Hanım. Size eğer paylaşırsanız evet. Hı. Güzel. Deməli, biz bu tədqiqatı mənim elmi rəhbərim olan Nadir İsmailov ilə birlikdə hazırlamışıq və bütün konfrans iştirakçılarına salamlayıram. Həmçinin Nadir müəllimə də mənə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bizim tədqiqat mövzumuz süni intellektin akademik kitabxanalara təsiri haqqında olacaq. Deməli, süni intellekt son zamanlar bütün həyatımıza təsir edir, bütün sahələrə, həmçinin kitabxanalar da bu sahədən yan keçmir. Süni intellekt kitabxanalara dəyişərək daha məlumata əl çatan və xidmətləri daha səmərəlidir. Həmçinin süni intellektin kitabxana xidmətlərində əsasən kataloqlaşdırma, məlumatların təhkili və ağıllı axtarış sistemlərini də biz burada götürə bilərik. Və süni intellekti daha çox tövsiyə sistemləri ilə istifadəçilərin maraqlarını uyğun kitab və məqalələri təklif edərək daha fərdiləşmiş bir təcrübə yaradır. Həmçinin burada biz götürə bilərik virtual köməkçilər sayəsində kitabxana xidmətlərində istənilən vaxt və istənilən sahədə çıxış etmək mümkündür. Bundan əlavə olaraq süni intellekt, rəqəmsal arxivləşdirmə və dil tərcüməsi prosesində də bu gün bizim böyük bir rol oynayır, böyük əhəmiyyəti var tərcümə prosesində. Ümumilikdə isə süni intellekt kitabxanaların daha müasir və səmərəli istifadəçiyə yönəlmiş hala gətirir. Deməli, süni intellektin kitabxanalara rolu ənənəvi kitabxana ilə, məsələn, əl ilə kataloqlaşdırma, fiziki kitab axtarışları və yaxud da ki, üzbəüz yardımı artıq öz aktuallığını itirmək üzrədir və kitabxanalarda daha çox biz avtomatlaşdırma yönümünə doğru istiqamətlənirik. Həmçinin bunu biz götürə bilərik 24-7 saat olan
məlumat əlçatanlığı və ağıllı texnologiyaların istifadəsi də məhz elə bunların sırasına daxildir. Süni intellekt və təkmilləşdirilmiş istifadəsi təcrübəsini biz götürə bilərik. Burada ani cavab və dəstək, fərdi oxu və tədqiqat tövsiyələri, həmçinin çox dilli dəstəyi götürə bilərik və istifadəçi məmnuniyyətinin də artırılması bunlar sırasına daxildir. Həmçinin kitabxanalarda istifadə olunan süni intellekt texnologiyalarına daxildir maşın öyrənilməsi, təbii dilin emalı, chatbot və virtual köməkçilər, tövsiyə sistemləri, bulut texnologiyaları və avtomatlaşdırılmış verilənlər bazaları da buna daxildir. Kitabxanalarda süni intellektinin təklifinin bir sıra üstünlükləri vardır ki, bunlar sırasına daxildir xidmət keyfiyyətinin yaxşılaşdırılması, məlumatın daha sürətli və dəqiq çatdırılması, resursların səmərəli istifadə olunması, məlumatın daha sürətli kolleksiyaya daha düzgün təklif və istifadəsi, vaxt və iş yükünün azaldılması, istifadəçilərə daha yaxın əlaqə və tədqiqat proseslərinin sürətlənməsi bunlar sırasına daxildir. Həmçinin burada gələcək perspektivlər də var ki, ağıllı kitabxana konsepsiyasında süni intellektin bir sıra texnologiyalar ilə inteqrasiyasını da burada görmək mümkündür. İstifadəçi ehtiyaclarını qabaqcadan görən proaktiv xidmətlər, daha çevik və interaktiv mühit burada təşkil edir. Həmçinin bu innovasiyalar insan texnologiyaları arasında əməkdaşlığı gözləndirərək ağıllı və istifadəçiyə yönəlmiş kitabxana təcrübəsini formalaşdırır və nəticə etibarilə süni intellekt kitabxanalara yaxın zaman ərzində daha çox təsir edəcək. Amma hal-hazırki vəziyyətdə isə burada kitabxanaçı əməyi daha çox ortadadır. Lakin bu bir balanslı şəkildə olmalıdır. Süni intellekt və kitabxana. Biz özümüz də buna icazə verməməliyik ki, süni intellekt kitabxana əməyini keçsin. Diqqətiniz üçün təşəkkür edirəm. Teşekkür ederim Azize Hanım. Çok güzel bilginiz için teşekkürler. Güzel bir sunum yaptınız. Dördüncü konuşmacımız Eldeniz Mehmedov Bey. Lütfen siz paylaşacak mısınız bir şey? Evet. Hoş gördük Hamid Hocam. Herkese var. Yok. Çıkışımı sunacağım. Bir şey söyleyeceğim. Vaktinizi için, yani herkese evvela selamlarımı, saygılarımı çatdırıyorum Bakü'den, Bakü Dövlət Üniversitetinden. Hemkarlarıma, ustadlara, hocalara saygılarımı diliyorum ve vaxt itirmeden çıkışıma başlıyorum. Demek benim məqaləm İngilizce yazılmıştır, ancaq mən Türkçəsində çıxışımı başlıyorum. Məqaləm kütüphane ve bilgi bilimlerinin çağdaş zorlukları 3. milenyumun ilk çeyrəyinə bakış adlanıyor. İlk önce... Eldeniz Hocam bir şey paylaşıyor musunuz, paylaşmıyor musunuz? Yok. Çıkış... Tamam. Paylaşma yok. Tamam. Paylaşma. Tamam. Kütüphane ve bilgi bilimlerindeki güncel sorunlar çok yönlü ve karmaşıktır. Bu özet kütüphane ve bilgi bilimlerindeki bazı temel sorunların yanı sıra disiplinler arası sorunları da kısaca ve tek tek ele almaktadır. Məqalədə ele alınacak temel zorluklar kısaca olarak şunlardır. Kütüphane bilimlerinin temel zorlukları, bunları aşağıdaki kimi sıralamışım ben. Geleneksel kütüphane biliminin, bu bilimin nesnesi ve konusunun modern çağ için önem düzeyi, növbəti kütüphane arası finansal sorunlar, üçüncü kütüphanecilik alanında telef hakkı ve ilgili yasal sorunlar, dördüncüsü kütüphanecilerin bilgi okuryazarlığı, eleştiriler düşünme ve medya okuryazarlığı becerilerinin geliştirilmesi, digəri tüketicilerin bilgi ve kaynaklara eşit erişiminin sağlanmasıdır ve kütüphane biliminin temel zorluklarının sonuncusu olarak ben kütüphanelerin maddi ve teknik altyapısının güncellənməsini görmüşümdür.
Bilgi bilimlərinin təməl sorunları isə aşağıdakılar kimi sıralamışım. Aşırı bilgi akışı, bilgi aşırı yükü, yəni bilgi kaygısı. Sonra bilgi bilişimləşdirmə və bilgi koruma sorunları. Ardınca yapay zeka və otomasyon bilgi sistemlərinə integrasyonu, digital erişebilirlik və digital uçurum, bilgi sistemlərinin karmaşıklığı və sonda disiplinlər arası zorluqları öne çıkarmışım. Bunlar da 3 kısımdır. Yani bilimler sisteminde bilgi bilimi, bilgi biliminin kütüphane bilimi ve diğer bilimlerle ilişkisi, kütüphane ve bilgi bilimleri alanındaki uzmanlar arasında işbirliği ve iletişim ve bilgi sistemlerinin sürdürülebilirliği ve çevresel etkisi. Ve vaktimizi çok almayacağım. En esas bildiğim meseleleri qeyd edeceğim burada. 3-cü binilliğin ilk çeyrəyində bilgi biliminin məsələn mövcud durumu şu şəkildə dəyərləndirilə dijital dönüşüm ve teknolojik integrasyon. Məsələn 2025 yılında dijital dönüşüm bilgi biliminin temel taşlarından biri olmaya devam etməkdədir. Kütüphaneler ve bilgi kurumları erişebilirliği ve korunmayı artırmak amacıyla koleksiyonlarını dijitalleştirme yoluna girmektedir. Kütüphanelerin yaklaşık 75 yani 75% dijitalleştirme stratejilerine benimsemiş olup tarihi materyallerin küresel erişime açık hale getirilmesi ve doğru meta verileri desteklenmesi sağlanmaktadır. Bu EGİL'in dijital platformaların gerçek zamanla bilgi paylaşımı ve işbirliğini kolaylaştırdığı daha geniş bilgi bilimi uygulamalarına da yansımaktadır. Yapay zeka ve makine öğrenimi bilgi bilimi operasyonlarında giderek daha fazla entegre edilmektedir. Önericin kütüphane ve bilgi bilimi programlarının 50%'i kataloglama, kişiselleştirilmiş örnekler ve anılık kullanıcı desteği sağlayan söhbət robotları için yapay zekayı kullanmaktadır. Diğer bir mesele açık erişim ve mobil hizmetlerdir. Açık erişim girişmeleri bilgiyle kurumsal sınırların ötesinde ücretsiz erişim sağlayarak bilgiyi demokratikleştirilmiş ve yaşam boyu öğrenmeyi desteklemiştir. Diğeri sürdürülebilir ve gömülü uygulamalardır. Sürdürülebilirlik bilgi bilimi kurumlarının kağıt kullanımını azaltma ve veri merkezlerinde enerji optimizasyonu gibi çevre dostu önlemler almasıyla önem kazanmaktadır. Bir maraqlı bir informasyonu da sizinle bölüşmek isterim. Bu bilgi biliminin günümüzdeki temel sorunları ve zorluklarıyla alakadardır. Etik ve güvenlik endişeleri bilgi biliminin en önde gelen sorunlarından biri yapay zeka ve yeni teknolojilerin etik etkileridir. Üretken yapay zekanın yaygılanlaşmasıyla dezenformasyon ve güven eksikliği gibi sorunlar öne çıkmaktadır. ABD'li yetişkinlerin yalnızca %17'si yani 17%'i yapay zekanın toplum üzerinde olumlu etkiler yaratmasını beklemektedir. Etik kaygılar, veri gizliliği, demokrasi ve özellikle sağlık ve eğitim bilişiminde sorumlu bilişim konularına uzanmaktadır. Siber dayanıklılık kritik öneme sahiptir. Her 39 saniyede bir siber saldırı gerçekleşmekte olup bilgi sistemlerinde kaçınmadan sağlam kurtarma stratejilerine geçiş yapılması gerekmektedir. Sonuç olarak bu zorlukları ele almak için bilgi bilimi, etik çerçeveler, kapsayıcı okuryazarlılık ve dayanıklılık altyapıları öncelik verilmelidir. Gelecek yönelimler RCI ve IST girişimleri aracılığıyla görüldüğü üzere dezenformasyon önlemleriyle yapay zeka güvenini ilerlemeye ve disiplinler arası işbirliklerini teşvik etmeye içermektedir. Genel değerlendirmeye geldikte 2025 yılında mesela bilgi bilimi canlı ancak karmaşıklıklarla doludur. Dijital entegrasyon ve sürdürülebilirlik gibi
eğilimlərə benimsəyərək və sorumlulara doğrudan yüzləşərək bu alan dönüştürücü bir güclənmə əldə edə bilir və bilginin toplumsal iyilik için bir güc olaraq hizmət verməsini sağlaya bilir. Sürekli araştırma və uyarlama bu dinamik manzarada yol almak için kilit öndəmdədir. Hər kəsə beni dinlediğiniz için teşekkür ederim. Hürmetler hocalar. Çok teşekkür ederim Aldis Hocam. Bayağı güzel. Yani güncel konular bahsettiniz. Doğrudur. Evet. Teşekkür ederim. Evet Sami Çağdar. Evet hocam. Evet. Evet. Hocam merhabalar. Buyurun, Soruyu buyurun. yazdım ama buradan da tekrar edebilirim dilerseniz. Sesiniz kapalı, duyamıyorum ben. Ha, evet buyurun. Burada bu şekilde daha iyi olur. Buyurun. Peki. Öncelikle çok teşekkürler sunumlar için. Yani gerçekten hani farklı bilgiler ediniyoruz. Benim merak ettiğim, Azerbaycan'da kütüphanecilere yapay zeka yetkinliklerinin kazandırılması adına hani ne tür çalışmalar yapılıyor? Yani kütüphaneciler ne tür etkinliklere katılıyorlar? Neler yapıyorlar? Belki birkaç örnekle birlikte bu konuda bilgi paylaşabilirler mi? Evet hocam. Sami hocama tekrar evet yani yapay zeka ile ilgili Azerbaycan'da ne yapılır? Bir örnekler verebilir misiniz? Çok Yani mesela teşekkür- Türkiye'deki gibi bir yapay zeka grubu var mı? Bir bülten çıkartıyorlar mı? Ya da böyle pratikte yaptıkları, katıldıkları, düzenledikleri seminerler var mı? Mesela biz hani Türkiye'de Evet de hocam. Kayseri'de bir seminer düzenledik, Kıbrıs'ta bir seminer düzenledik yapay zeka ile ilgili olaraktan, eğitim olaraktan. Bu tür faaliyetleri var mı? Onları merak ediyorum. Ha, evet hocam. Aldis hocam yani komisyonunuz var mı? Yapay zeka komisyonu veya benzer gibi. Yani, Ben cevap Buyurun. istersen cevaplayabilirim. Tamam buyurun. Siz cevap verebilirsiniz. Yani Azerbaycan'da devlet kurumlarında bu işlere dikkat yönelmiştir. Bizde yani devlet kurumları var, elektron hükümet deyilen bir kurum var ve bu kurumun da birçok saheler üzere müxtəlif programları sürdürülməkdədir. Misal üçün Azərbaycanda tanınmış bir iktisatçı alim var. Adı Mehmet Kerim. Mehmet Kerim Hoca startuplara destek veriyor. Devlet kurumunun başçısı olarak. Bir kurum var. Kurumun adını şimdi tam söyleyebilmiyorum ama başçısı Mehmet Kerim'dir. Mehmet Kerim. O startuplara dikkat ayırıyor. Yani fark etmiyor bu hocadır, yani tələbədir, studenttir. Yani bunun farkı yok. Onun bir startupı varsa, eğer ciddi bir mesele ise, ister yapay zeka, ister otomatlaştırılmış sistemler, ona dikkat ayırıyor. Eğer hemin araştırmacı bitkin bir biznes plan, bitkin bir strateji ortaya koyabiliyorsa, devlet ona müəyyən bir məbləğdə, miqdarda pul ayırıyor ve o startup'ını gerçekleştirebiliyor. Tabii burada know-how kimi meseleler var. Know-how yani bu əqli mülkiyyət. Əqli mülkiyyət məsələlərine biz toxunamayız. Ama belə deyək, eğer bu mesele geniş alanı əhatə ediyorsa, o haqda məlumat veriyorlardır. Ama əksərən böyük meseleler cəmiyyətdə belə deyək, inteqrasiya edilmiyor. Yani know-how meseleleine göre. Çünkü malumunuz hukuk prosesleri biraz ciddi meselelerdir. Hiç kim problem yaşamak istemiyor. Ama təhsillə əlaqədar olaraq Bakı Dövlət Universitetində, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturoloji Fakültəsində biz tələbələrə bu sahədə nəzəri və qismən də praktiki məsələləri öğretmeye çalışırıq, şərh etmeye çalışırıq. Yani bu kadar söyleyebilirim hocam. Bir məlumat da teşekkür mən ederiz. bildirmək istəyirəm, üzrü sayın.
Aysel Biz hocam. Azərbaycanda prezidentin sərəncamı ilə Süni İntellekt Akademiyası yaradılıb və Biliyor musun orada hocam? mütəxəssis yetişdirilir süni intellekt sahəsi üzrə. Hal-hazırda iki istiqamətdə həm mühəndislər, həm də menecerlər üçün mütəxəssis hazırlığına başlayıb, amma kitabxanaçılar üçün hələ ki bir hazırlıq prosesi başlamayıb. Biz sadəcə olaraq Clarivate Analytics şirkəti və LibSite-ın 8 həftəlik mini kursuna qoşulmuşuq. Akademik kitabxanalar üçün layihə çərçivəsində oradan təlim almışıq. Amma ayrıca kitabxanalarımızda belə bir təlimlər hələ ki keçirilmir. Bu qədər məlumat. Tamam, teşekkürler hocam Sami Bey. Ama Sami Bey siz Azerbaycan'dan katılmanızı istiyorsun yani Kayseri'de, Kıbrıs'ta. Bunu anladım ben. Ya aslında şöyle biz aslında bu işe iyi başladık Türkiye olaraktan. Mayıs 2024 yılında üniversite kütüphaneleri yapay zeka araştırma grubunu kurduk. Bu grupta 19 üniversite vardı ki Avrupa'da bile birçok derneklerde, oluşumlarda böyle bir oluşum yoktu. Yani 2024'te. Sonra biz bununla ilgili olarak bir elektronik kitap çıkardık. Üniversite Kütüphaneleri Yapay Zeka Politikası ve Rehberi diye. Aslında bu üniversite için bir yol gösterici bir yayındı. Sonra 111 üniversite kütüphane yöneticisiyle bir akademik çalışma yaptık, makale. Bunu da 2 ayda bir bülten çıkartıyoruz mesela şu anda. Yapay zeka, üniversite kütüphaneleri de yapay zeka ile ilgili. Bayağı da bir etkisi oluyor. Sonra işte eğitimler düzenliyoruz. Yapay zeka çeşitli alanlarla ilgili olarak da. Ben dedim Azerbaycan'da da bu tür faaliyetleri var mı? Çünkü kütüphanecilerin yetkinliklerinin geliştirilmesi çok önemli. Ama burada bölümler işte yavaş yavaş derslerine bunları entegre ediyorlar. Ama mezun olmuş kişiler özellikle hani sivil toplum burada devreye girmesi gerekiyor herhalde. Sivil toplumdan ya da farklı yerlerden eğitimler almamız gerekiyor. Çünkü bu yeni bir yetkinlik gerektiren bir konu. O yüzden Azerbaycan'da hani neler var, bu tür çalışmalar var mı diye merak etmiştim. Onun için böyle bir soru yönelttim. Yok hocam çok güzel. Güzel bir soru sordunuz. Belki bu sizin çalışmalarınızda katılabilirler. Belki olabilir. Memnuniyetle. Her zaman açığız. Yani ortak çalışma olmadan çünkü biz hani bir üretken özellikle yapay zeka ile ilgili olaraktan yetkinliklerimizi ben kendi adıma 30 yıldır çalışıyorum. Yani Evet. kendimi bu kadar cahil hissettiğim bir dönem olmamıştı. Çünkü bir şey diyorsun senden daha iyi yapan sistemler var. Başka bir şey tasarım diyorsun senden daha iyi yapıyor. Çevir diyorsun senden daha iyi yapıyor. Peki biz bunları nasıl entegre edeceğiz? Ne yapacağız? Evet. Süreç biraz daha farklı. O yüzden hepimizin eğitime ihtiyacı olduğunu düşünüyorum. Evet. Eğer ki katılmak isterlerse tabii ki memnuniyetle Evet. yardımcı olmak isteriz. Evet Aziz hocam. Duydunuz Sami hocamı. Hocam bir şey sormak Ahmet hocam. Hocam ben Sami Başkanımın söylediği sözleri aslında şöyle biraz daha ileri boyuta taşıyıp şunu ifade etmek istiyorum. Türkiye'de gerçekten kütüphanecilik alanında sivil toplum kuruluşları, dernekler gerçekten aktif. Yani gerek ANKOS, gerek Türk Kütüphaneciler Derneği ve yine çeşitli işte sivil toplum mantığıyla oluşturulmuş farklı platformlar güzel işler yapıyor. Bu kapsamda Azerbaycan'da işbirliği yapılabilecek böyle sivil toplum kuruluşları var mı? Yani o da aslında çünkü kurumlardan daha ziyade sivil toplum oluşumları bu konuda daha güzel işler çıkarıyor. Hani tabiri caizse amatör ruhla profesyonel işler çıkıyor ve hani canla başla şevkle işler çıkıyor. Biraz daha resmiyet girdiği zaman işin içine işler ne yazık ki angaryaya dönüyor. Tabii herkes için bunu diyemeyiz ama genelde yani en azından Türkiye'de bu durum böyle. Bu tür böyle sivil toplum kuruluşları var mı kütüphanecilik alanında işbirlik yapılabilecek? Hocam, Aldris hocam var mı sivil kuruluş ya da benzer gibi? Biz teşekkür ederim suallarınız için. Ahmet hocam, Sami hocam, minnettarım. Çok güzel suallar. Yani muhteşem suallar, belə diyeyim. Bizdə Azərbaycanda kütüphanəçilik qurumları vardır.
Yəni assosiasiya vardır, cəmiyyət vardır. Hı hı. Məlumunuz, başqa-başqa dövlətlərin başqa-başqa stratejiləri vardır. Türkiyənin əhalisi də çoxdur. Yəni Azərbaycanın 11 milyon əhalisi vardır. 11 milyon. Sizdə maşallah olsun. Yəni ölkə, yəni ikimiz də bir millət, iki dövlət, yəni fark etmiyor ama dövlət olarak mən konuşuyorum. Tüm Türkiye Cumhuriyeti'nin yani əhali kapsamı daha geniştir. Yani efendim biz sizinle müqayisə oluna bilmərik. Yani əhali sayına göre. Bizde 11 milyon, sizde maşallah olsun. Allah biraz da artırsın yani Türklerin sayını. Yani dilerim. Bizde yani sistem o cürünə qurulmamıştır. Bize böyle söyleyeyim, kütüphane sistemi olarak, Azerbaycan kütüphane sistemi olarak iki hisseye bölünüyor. Devlet kütüphaneleri, qeyri-dövlət kütüphaneleri. Devlet kütüphaneleri adından məlum devlet idare ediyor. Qeyri-dövlət kütüphaneleri bu belediye kütüphaneleridir. Onlar da yeni kurulmaya başlamış. Məlumunuz Azerbaycan o bir yani 30 seneden çoktur müstəqilliyi yeniden elde etmiş. Yani yeniden kurulmaya başlıyoruz. Məlumunuz torpaqlarımızı da yeni tem olarak aldık. Yeniden bütün əraziləri yani bərpa ettik müstəqilliyimizi. Biraz yani vaxt alacak bu sivil meseleleri. İnşallah bizim de əhali sayı 20, 30, 40'a çatdığında İnşallah. bir şeyler olacak inşallah. Teşekkür ederim. Çok maraqlı sualdı. Teşekkür. Evet, yeni. Belki Elgiz Hocam bundan sonra bu çalışmalar olabilir ya da düşünebilirsiniz. O şekilde ortak çalışmalar da olabilir. Çok teşekkür Ahmet Hocam, Sami Hocam. Evet. Biraz var vaktimiz var galiba hocam, evet, değil mi? Yani, var, vaktimiz var. Yani var. sunumlar bayağı bir Leyla şey. Bir Hocam de da burada. Evet. Eldaniz Hocam ben ilk defa karşılaşıyoruz. O yüzden bu siber güvenlik konusunda değindi. Aslında bizim son zamanlarda üzerine durduğumuz en önemli konulardan bir tanesi. Hani biz kütüphanelerde fiziksel kaynakları yani kitapları kontrol etmek için işte kapıda bir alarm sistemi var. Bazı üniversitede bir güvenlik sistemi var. Yani aslında fiziksel kaynakları korumak için çok ciddi yatırımlar yapıyoruz kütüphanelerde. Hani çok önemli önlemler alıyoruz. Ama dijitalleşen ve dönüşen dünyada bilgi kaynakları sürekli olarak dijitalleşiyor. Dijital kaynakların güvenlik ve koruması ile ilgili olarak kütüphaneler gerekli önlemleri ve yatırımları maalesef ki yapmıyor. İşte dünyada Amerika'daki, İngiltere'deki siber saldırıları düşündüğümüzde aslında kütüphaneler de özellikle dijital kaynaklar açısından bir tehditle karşı karşıya. Hani şimdi bu açıdan baktığımızda biliyorsunuz şimdi NATO'nun bir fiziksel olaraktan güvenlik gücü var. Bir de NATO Response Force dedikleri bu siber güvenlik gücü var. Yani artık siber saldırılarda, siber güvenliklerde de ortak hareket etmek gerekiyor. Belki bu açıdan siz konuşmanızda siberden bahsetmiştiniz. Kütüphaneler arasındaki bu dijitalleşmeye ve dijital kaynakları korumayla ilgili olaraktan siber ulaşabilirim hocam şeye. Tamam. Ahmet Hocam konuşmasını tamamlasın. Belki öyle bir siber güvenlikle ya da siber saldırılara karşı kütüphanelerin ortak hareket etmesiyle ilgili olaraktan ortak çalışmalar yapılabilir diye düşünüyorum. Siz ne dersiniz? Sami Hocam, bizde Azerbaycan'da yani devlet kütüphaneleri dediğimiz bir kurum esas götürülür. Yani qeyri-dövlət kütüphaneleriyle benim işim yok. Devlet kütüphanelerine geldikdə bunlar başka bakanlıklara tabi olan kütüphanelerdir. Mesela üçün hal-hazırda en büyük kütüphane şəbəkəsi Library.net diyelim, məktəb kütüphaneleri şəbəkəsidir. 4500 kütüphane var. Yani məktəb kütüphanesi. Ama buna kadar yani geçmiş yıllarda yani 2000'ci yıllarda belə götürsək, en büyük kütüphane şəbəkəsi Kültür Bakanlığının kütüphanesi idi. 9000'den çok kütüphanesi vardı.
zaman zaman yani dövlətimizin başkanının verdiği kararlarla işler daha da genişləndirilmiş, yani inkişaf elətdirilmiş ve yaxşı keyfiyyətli sunum göstərməyən kütüphaneler bağlanmıştır. O cümlədən də düşmən torpaqların, belə düşmənlər, o ermənilər deyəlim, yəni bizim düşmənlərimizdir, yəni əzəli düşmənlərimizdir. Bizim o işgal olmuş torpaqlardakı kütüphanelerdeki kütüphanelerdeki kitabları yandırmışlar, dokumentasyonları yandırmışlar, arşivləri məhv etmişlər. Yəni onunla əlaqədar olaraq kütüphanelerin sayı, yəni Kültür Bakanlığına tabi olan kütüphanelerin sayı xeyləm azalmışdır. Amma bununla yanaşı, yəni kapsam olaraq ümumi sayısı ölkə ərazisində 12.000 kütüphane vardır. 12.000. Yəni kütüphane hal-hazırda çalışmaqdadır. Yəni bu Dövlət Başkanımızın, Cumhurbaşkanımızın çıxışlarının birində qayd olunmuşdur. Yəni bu dəqiq məlumatdır. Yəni bu müxtəlif bakanlıqlara tabi olan kütüphanelerin sayısıdır. Sadece olarak bizde yine de diyelim devlet yeni kurulmuş, yani her 30 yıl, yani genç bir yıl, yani buna ümumi olarak devlet nezaret ediyor. Yani ayrıca olarak sivil toplumlar, her iki oraya belediye yakın bırakılmıyor. Yani açıkçası bu. İndi biz nəsə bir şey yaratsaq, yəni yaratmaq istəsək, mütləqdir ki, biz də dövlətdən izin almalıyıq. Amma üniversitelər arasında ilişkilər kurula bilir. Misal üçün Bakı Dövlət Universitetinin kütüphanəsi ilə, yəni 2 milyondan çox sənəd fondu vardır. 2 milyondan çox, yəni müxtəlif sənəd. Necə ki, sizdə böyle diyeyim Topkapı Sarayında arşivlər var. Osmanlıdan qalma arşivlər. Milyonlarla sayılan dokumentler var, yani arşivlerde. Onların da hepsi dijitalleşmemiş. Ben bizim Dündar Hocayla söhbətimiz oldu. Sizin üstadlardan biri, tanıyorsunuz yəqin ki. O bana söyledi ki, maalesef bizim yani profesyonel arşivçilerimiz, kütüphaneçilerimiz yok o kadar sayıda ki biz o senedleri dijitalleştirək. Hem de vakit çatmaz, insan ömrü çatmaz. Ama biz çok isteriz ki o senedler dijitalleşsin. Sözsüz ki dijitalleşenden sonra yapay zeka da o informasyonları toplayıp yeni bir neticeler çıkarabilir. Yeni bir ister dış politikada, ister daxili politikada, yani müəyyən bir fərziyyələr ortaya koyabilir. Eğer o senedler dijitalleşse. Maalesef yani bizde vəziyyət şu anda böyle. Sami Hocam. Hamid Hocam. Merhabalar. Çok sağ olun. Evet, çok inanılmaz güzel bilgiler verdiniz. Çok sağ olun. Zannediyorum düşünüyorum ki Sami Hoca düşünüyor. Belki bu yapay zeka ve bir ortak çalışma olabilir. Yani bunu bakacağız. Siz gelecekte bakacaksınız hocam. Evet, çok sağ olun hepinize Sami Hocam. Evet, Leyla Hocam katıldı. Leyla Kanık. İsterseniz siz de bir konuşma evet. Ya da saat 5'te de bizim kapanış ve değerlendirme var. Orada da. Duyuyor musunuz ben Leyla Hocam? Evet. Evet. Bak. Kıymetli hocam, merhabalar. Evet. Evet, buyurun. Tamam. Tamam hocam. Teşekkürler. Tamam hocam. Biraz başka bir görüşünüz varsa bu konuda biraz vaktimiz var. Ya da hocam Ahmet Hoca ya da Azerbaycan'dan Aldeniz Hocam bayağı bilgilendirdi bizi. Çok sağ olun. Tamam, eğer zaten saat 5'te yeniden toplanacağız ve bir değerlendirme, kısa bir değerlendirme ve kapanış yapacağız. Leyla Kanık hocamız da katılacak saat 5'te. Çünkü seneye İstanbul'da 29 Mayıs'ta toplantı
toplantımız orada olacaktır. Tamam, iyi akşamlar diyorum ve saat 5'te görüşmek üzere. Teşekkür ederiz Hamit Hocam. Eldeniz Hocam Sağ olun. görüşmek üzere inşallah. Görüşmek Sağ olun üzere. güzel sunumunuz için. Hoşça kalın. Sayın Başkanım görüşmek üzere inşallah. Görüşürüz Ahmet. Hoşça kalın. Hocam görüşmek üzere. İyi günler. Teşekkürler.